Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər. Bir sıra yardım pərdələri altında Fransa kimi dövlətlərin Ermənistana hücum silahları verməsi və Ermənistanın gələcəkdə hansısa beynəlxalq hərbi əməliyyatlara, o cümlədən Avropa Birliyi tərəfindən aparılacaq missiyalara hazırlıq prosesi bir daha onu deməyə əsas verir ki, Cənubi Qafqazda və ümumilikdə regionda yeni münaqişə ocağının yaradılması iki ssenari üzrə inkişaf edir. Bunu Milli Məclisdə xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramit Namazov deyib. O qeyd edib ki, birincisi Ermənistan Fransanın dəstəyi ilə və təhriki ilə Azərbaycana qarşı hərbi əməliyyatlara əl ata və regionda yeni müharibə alovlana bilər. İkincisi isə qonşu dövlətlərdən birinə, məsələn İrana qarşı Qərbin aparacağı hərbi əməliyyatlara Ermənistan da cəlb edilə, əməliyyatlar nəticə vermədiyi təqdirdə həmin qonşu dövlətin əks həmləsi ilə Qərbi Zəngəzur zəbt edilə bilər. Bu bizim ssenarilərimizdir. Çünki Vətən müharibəsindən sonraki mərhələ Zəngəzur vilayətinin strateji əhəmiyyətinə təsir edərək xarici aktorların bölgəyə marağını artırıb. Rusiya erməni xalqı ilə birgə kədərlənir. Qondarma erməni soyqırımının anım günü münasibəti ilə Rusiyanın Ermənistandakı səfirliyi bəyanat yayıb. Bəyanat səfirliyin Telegram kanallarında yerləşdirilib. 24 aprel Osmanlı İmperiyasında erməni soyqırımı qurbanlarının anım günüdür. Erməni xalqı ilə birlikdə kədərlənirik, deyə bəyanatda qeyd olunub. Paşinyan bayrağımızı yandıranları təxribatçı adlandırdı. Ermənistanın baş naziri Nikol Paşinyan ötən gecə İrəvanda keçirilən məşəl yürüyüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb. Bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib. Baş nazir Paşinyan bunu məsuliyyətsiz və qəbul edilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qəbul edilə bilməz. Bu, təxribatçı və təhrik edici bir təcrübədir, deyə o bildirib. Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə dezinformasiya yaydı. Aprelin 23-də saat 22:20-də Azərbaycan ordusunun bölmələri tərəfindən güya Xəzinəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bir daha bildiririk ki, Azərbaycan ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır.